Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Akademiyanın müxbir üzvü Professor Rasim Əliquliyev iclasın sistemli analiz, idarə etmə və informasiyanın işlənməsi ixtisası üzrə 2 dissertasiya işinin müdafiəsinə həsr edildiyini bildirib. Öncə Dissertasiya Şurasının elmi katibi, Texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçılarla bağlı ətraflı məlumat verib. Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Nigar İsmailova qeyri-sərhəd çoxluqları üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi mövzusunda dissertasiya işini təqdim edir. İşin aktuallığını, məqsədini, müəyyən olunmuş məsələləri nəzərə çatdıran iddiaçı elmi yeniliyi xarakterizə edən nəticələri qeyd edir. Dissertasiyanın nəticələri üzrə 19 elmi məqalənin nüfuzlu elmi jurnallarda işıq üzü gördüyünü bildirir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri, fizika riyaziyyat elmləri doktoru Professor Kamil Aydızadə, rəsmi oponentlər Texnika elmləri doktoru Ramiz Əliquliyev və Texnika üzrə fəlsəfə doktoru Babək Qrimov, aparıcı təşkilat isə Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasıdır. Sonra digər iddiaçı Seyid Hüseyn Nijat Qazani, ad-hoc şəbəkələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmin işlənməsi mövzusunda dissertasiya işini təqdim edib. Tədqiq olunan məsələlər, tədqiqat üsulları və onların praktiki əhəmiyyətindən söhbət açan iddiaçı ad-hoc şəbəkələrinin üstün cəhətlərindən bəhs edib. Sözü gedən mövzu üzrə 10 elmi məqalənin nəşr olunduğu, onların impact faktorlu və digər nüfuzlu jurnallarda dərc edildiyini qeyd edib. Dissertasiya işinin elmi rəhbəri Akademiyanın müxbir üzvü Texnika elmləri doktoru Professor Rasim Əliquliyev, rəsmi oponentlər Texnika elmləri doktoru Dosent Vidadi Musayev və Texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutudur. Müzakirələrdə iştirak edən Milli Elmlər Akademiyasının akademik katibi Professor Rasim Əliquliyev, Texnika elmləri doktorları Nadir Ağayev, Ramiz Əliquliyev, Məsumə Məmmədova, Professor Məhəmməd Əhmədov, Texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Yadigar İmanverdiyev, Zərifə Cəbrailova və Qəzənfər Orucov, İqtisad üzrə fəlsəfə doktoru Dosent Əlövsət Əliyev və digərləri hər iki dissertasiya işində əldə olunmuş nəticələri, metod və alqoritmləri yüksək qiymətləndiriblər. Alınmış nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd ediblər. Sonda gizli səsvermə keçirilib. İddiaçılara Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edilib. İlahə Cəbrailova, Gülün Novruzova, Ziya Xuduyev, Sənan Salmanov, İnfo TV.